Polisin Sputnik Azərbaycan Agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər var. Daxili İşlər Nazirliyinin əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu agentlikdə çalışan 2 əməkdaşı saxlanılıb. Qeyd edək ki, bugün səhər saatlarından etibarən Daxili İşlər Nazirliyi Sputnik Azərbaycanın Bakıdakı ofisində əməliyyat keçirir. Xatırladaq ki, Rusiyanın Rusiya Segodnya Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən Sputnik Azərbaycan Agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilir ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədi ilə qəbul edilib. Başqa sözlə, Sputnik Azərbaycanın Bakıda çalışan jurnalistlərinin sayı Azərtacın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Lakin Sputnik Azərbaycan redaksiyası bu qərara əməl etməyib, ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.